Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Yol Təchizatı MMC, Arkoz Kərpic Zavodu MMC ilə satın alma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satın alma metodu əsasında bağlanıb. Bildirilir ki, Arkoz Kərpic Zavodu MMC Naxçıvan Yol Təchizatına 59.857 manat 63 qəpik dəyərində qum qırmadaş material satacaq. Qeyd edək ki, nizamnamə kapitalı 5.799.260 manat olan Arkoz Kərpic Zavodu MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Qeyd edək ki, nizamnamə kapitalı 5.799.260 manat olan Arkoz Kərpic Zavodu MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Babək rayonunda yerləşən MMC-nin qanuni təmsilçisi Əsgərov Rafiq Yahyaoğludur. Onu da bildirək ki, bir neçə il əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun ailə üzvlərinə məxsus olan Gəmiqaya Holdingin adı dəyişdirilərək Arkoz Holding olub. Açıqlanan məlumatlara görə Arkoz Holding Türkiyəli iş adamı Emin Uçara məxsusdur. Emin Uçar eyni zamanda Gəmiqaya Holdingin idarə heyətinin sədri olub. Hazırda Naxçıvanda və Azərbaycanın digər bölgələrində həm Gəmiqaya, həm də Arkoz adlı onlarla şirkət mövcuddur. Qeyd edək ki, Emin Uçara məxsus Arkoz şirkəti Türkiyədə də bir çox sahələrdə fəaliyyət göstərir. Vasif Talıbovun istefasından sonra Gəmiqaya Holdingə bağlı şirkətlərin nizamnamə kapitallarında da dəyişikliklər olub. Ehtimal etmək olar ki, nizamnamə kapitallarının dəyişməsi təsisçi dəyişikliyi ilə bağlıdır.